Türkiye'de, xüsusən İstanbul'da güclü zəlzələlər olur. İstanbul'un talihi doğrudan da şəhər kimi qorxuludur. Dünyanın 3 dənə ən məşhur seismik zonasının biri bax bizim payımızdadır. Bizim zonada zəlzələ istənilən vaxtı elə bax bu dəqiqədə ola bilər. İstənilən anda, istənilən balda ola bilər. Adicə bir yüngülvari zəlzələ olsa, bizim Bakını tərk eləmək imkanımızla faciə ilə törənəcək. Məsələ açıq deyil. Bakı şəhərində ən azı 8 ballıq binalar tikməliyik, 9 ballıq. Salam Ənvər müəllim, xoş gəldiniz. Əleyhissalam, xoş gördük. Ənvər müəllim, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra bir çox bədbin proqnozlar verilməkdədir. Bəzi alimlər bildirirlər ki, Türkiyədə daha güclü bir zəlzələnin xəbərçisi ola bilər bu zəlzələ. Türkiyəli alim Cəlal Şengör bundan əvvəl də bildirmişdi, indi də dünən də açıqlama verib bundan bağlı. Sizin də fikirləriniz maraqlı olardı. İstanbulda böyük zəlzələ gözlənilirmi? Bəli. Mən sizə bir şey deyim. Əvvəla zəlzələ haqqında qabaqcadan danışmaq biraz yaraşmır. Çünki bilmək olmaz ki, zəlzələ 5 ilə, 10 ilə, bəlkə də 500 ilə. Azərbaycan ərazisində ən güclü zəlzələlərin periodikasına ara bir baxıram. Mən hərdəsə 500 il, 400 il, 300 il. 1667-ci ildə Şamaxı zəlzələsindən sonra 1902-ci ildə oldu, 98-ci ildə oldu, 1800. Yəni deməyim odur ki, bir balaca burada ehtiyatlı olmaq lazımdır. Çünki zəlzələ məkanını bilsən də ümumi vektorial qaydada, yəni ki, belə deyək də, ümumi qayda ilə yer kürəsinin də hansı zolaqlarında, amma dəqiq vaxtını heç kəs deyə bilmir və onun periodik izadının da magnitudası da qabaqcadan deyilə bilməz. Bu bir. İkincisi, Türkiyə, bəli, doğrudan da Türkiyə elə bir regionda yerləşir ki, o region həddindən çox seismik hadisələrlə zəngindir. Aralıq dənizi adlanan bir akvatoriyadadır. Burada küllü miqdarda deməli, həm təbiətin, həm də insanların yaratdığı deməli, gözəl işləri dağıdan, məhv eləyən zəlzələlər çox olub. Vulkandan başlamış, ta ki, adalarda kifayət qədər Krit, Kipr adalarında, sonra Peloponnes yarımadasında və s. küllü miqdarda insan əməli ilə yaranan belə deyək verir, binalar məhv olunur və s. Bugün də onların əlamətləri durur və bu yəqin ki, bu tendensiya gedəcək. Çünki hələlik nəhəng bir, belə deyək də, biz onlara litosfer tirələri deyirik ki, onlar litosfer tavaları deyirik. Onlar bizi sıxmaqdadır. İndi bu nədir? Bunlar yer kürəsinin üst qatından aşağı doğru getsək, üst qatda yer qabığıdır. Azərbaycan ərazisində o təxminən 55-65 kilometrdir. Sonra gəlir daha möhkəm qatı, mantia qatı. Ondan sonra da gəlir çox qızmar maye şəklinə dönmüş 1500-1700 dərəcə temperaturdakı olan lavadadır ki, onlardan üzərində həmin bax o plitələr üzürlər. Onlar tərkibinə, çəkisinə, sonra səthinə görə, sahəsinə görə tamam fərqlənirlər. 14-də qədər xırdalıdır və onların təxminən 4-5-i daha iridir. Onların iki irilərindən biri Afrika və Ərəbistan litosfer tavası Türkiyə və onun ətrafındakı olan ölkələri, Yunanistandır, oradan da Romaya keçir. Onları sıxmaqdadır. Bir hissəsi də bizə düşür, uzaq da olsa Türkiyədən sonra Qafqaza keçir. Və bu nəticədə doğrudan da çox güclü bir, fantastik gücə malik olan, olduqca belə deyək, dağıdıcı, sonra hər ildə 2-3 santimetr, 2-2,5 santimetr hərəkət eləyən güclə bizi sıxır. Biz harayıq? Biz də Avraziya adında ən böyük bir litosfer tavasıyıq. Sahəsinə görə ən böyükdür. Bizim bu litosfer. Yəni burada, bu ərazilərdə zəlzələnin olması labüddür. Amma onun nə vaxt və hansı güclü olmağı biraz mürəkkəb məsələdir. Onu demək çox çətindir. Hələlik heç bir alimə nəsib olmayıb ki, o desin ki, paltarınızı götürün, çıxın, 10 dəqiqədən sonra zəlzələ olacaq. Bu mümkün deyil. Azərbaycan ərazisində də bir neçə zəlzələlər olub, o cümlədən Naxçıvanda, Şamaxıdan ta Şəkiyə qədər olan ərazilərdə
güclü zəlzələlər olub. 1667-ci ildəki zəlzələ Şamaxı zəlzələsi Amerika Seismoloji İdarəsi tərəfindən qeyd alınıb və 50-60 min adam deyirlər. İndi o vaxt ev tikintisi zəif idi. Bu zəlzələdə elə adamlar ola bilər. 98-ci il, 1902-ci il zəlzələlərdə xeyli adam məhv elədi. Əmir müəllim, Azərbaycanla bağlı olan hissəyə indi qayıdacağıq sizlə. Amma bir məsələni də istəyirəm öyrənim. Bu zəlzələ Mərmərə dənizindəki bu Kumburgaz fayının gərginliyini artıraraq daha böyük bir zəlzələnin əmələ gəlməsini, yaranmasına bir rəvac verə bilərmi? Mən sizə bir şey deyim də, bu ərazidə zəlzələlər mən çoxdan gözləyirdim doğrusu. Türkiyədə məşhur zəlzələdən də qabaq qorxu hissi də olsa, indi biz hər halda tədqiqatçılıqda gecə-gündüz bununla maraqlanırıq, işləyirik. Yazılmışları oxuyuruq da bu tədqiqatçı kimi. Mən deyirdim ki, özü çox xarici mətbuat yazırdı ki, Türkiyədə, xüsusən İstanbulda güclü zəlzələlər olur. İstanbulun taleyi doğrudan da şəhər kimi qorxuludur, çünki xristiyan müsəlman davaları və s. Və o hər bir ölkə istəyirdi ki, xristiyan ölkəsi Konstantinopol, Pyotr kimi alsınlar geri. Yəni burada bir təəssüfkeşlik hissi yaranırdı bizdə. Amma təəssüf ki, başqa sahədə oldu, təəssüf oldu və ən vacibi də odur ki, çoxlu miqdar insan tələfatına, bina tələfatına səbəb oldu və bu da təəssüf doğurdu, çox-çox. Amma yaxınlarda, təxminən 5-3-4 aydı, 5-6 aydı, nə bilim, qısa müddətdə Yunanistanda kütləvi şəkildə periodik zəlzələlər oldu. Mən başa düşdüm ki, artıq o tavalar gəlir üzü bizə tərəf, şimala doğru. Və mən gözləyirdim doğrusu ki, bu dəfə daha zəlzələ mütləq burada olacaq. Amma demək, insan qorxuraq, əgər tədqiqatçı dedim, o qabaqcadan falçılıq eləyə bilməz. Və mən onu eşidəndə Altonda, bilirsən də, foşoplar oldu. Yəni ki, zəlzələdən qabaqda xırda zəlzələnin maksimalından zəif olanlara foşoplar deyirlər. Artıq sonrakıları aftoşoklar deyirlər. Afta sonra demək İngilizcə. Bu foşoplarda xeyli 4 bal, 5 bal, onlar çox qorxulu deyil sirkələr. Ancaq zadın şəhərin özü, İstanbul, bildiyiniz kimi orada köhnə şəhərdir bu. Belə deyək də, qədim şəhərdir, orada əhali çoxdur, tikintilər, klassik tikintilərdir. Onlar da bilirsiniz də, bir çoxlu güclü texniki vasitələrlə tikilməyib, betonlarla tikilməyib, bu vaxt betonsuz vaxtlarıdır. Ona görə də orada dağıntılar çox ola bilərdi və insan tələfatı da çox. Şükür Allaha ki, yaxşı qutardı. Mən buna çox sevindim. Məsələ bundadır ki, həmin Mərmərə tərəfdəki olan bir də çatlar var. Bilirsiniz, o yerdə olduqca belə qorxulu tendensiyalar var. Misal Afrika özü bir kilometr dərinliyində, bir 100 kilometrdə mən qoymuşam, yəqin səhifəmdə bəlkə də baxmısınız. O parçalanır, dağılır və o qopub yavaş-yavaş Hindistana tərəf gedəcək və kainatın iqlimində, təsvirində xeyli yeniliklər gəlməyəcək. Amma bu ki var ki, bizi ki sıxır yuxarı, deməli Avrasiyanı, Qafqazı, o cümlədən Kiçik Asiyanın Türkiyə ərazisi. Bax, bunlar da gözlənilir burada zəlzələlər. İndi bunun nə qədər olmağı, necə olmağı, bunlar çətindir. Valla, mən şəxsən onu demək istəməzdim. Amma mən onu... Məsələn, 2030-cu ilə qədər belə bildirilir ki, nə qədərdir, məsələn, ehtimal nə qədərdir, daha yüksək zəlzələ? Onu mən nətər deyə bilərəm. Ola bilər ki, 2029-da oldu. Ola bilər elə bir gələn oldu. Bunu demək olduqca qorxulur. Amma bu var. Əgər varsa, insanoğlu, hər hansı bir dövlət özünə belə bir tələb qoymalıdır qarşısında ki, mən zəlzələ sənə layiq müqavimət göstərəcəm, tikinti texnologiyamı sərbəstləşdirəcəm, sabitləşdirəcəm, düzəldəcəm və Yaponiya kimi. Yaponlar bilirsiniz də, dəfələrlə o cür 8-9 ballıq zəlzələdə binalar silkələn heç bir şey olmayıb. Sadəcə olaraq tsunami olub. Tsunami də o başqa şey daxı onun binadır. Ona heç eləmək olmur. Yəni deməyim ondan ibarətdir ki, bu texnologiya varsa, planetin bir hissəsində istifadə olunursa, bunu götürüb gətirməyə nə var ki? Ona görə də bax bu ərazilərdəki olan bu zəlzələ tendensiyası, zəlzələ ənənələrindən istifadə eləyərək deyə bilərik ki, bəli, burada zəlzələ gözlənir. Və zadın İstanbulun əhalisi, tikintisi və s. mənə elə gəlir ki, yaxın 5 ilə, 3 ilə, 7 ilə, nə bilim mən, hansı ilə olursa, ən qısa müddətdə çox böyük texnoloji nailiyyətlərindən tətbiq olmağına ən azı 8-9 ballıq zəlzələlərə deməli, tabi gətirə bilən binalarla
O köhnə binanı əvəz eləməlidir. Bəli. Aydın oldu. Bunun da bunu görərsə bilsə Türkiyə, mənlə gəlir ki, bir xeyli rahatlanacaq. Çünki İstanbulda kifayət qədər bizim əzizlərimiz var. Onlar hər biri bizim həm din, həm dil, həm də genetik qohumumuzdur. Onların hər bir faciəsi bizim üçün faciədir. Ona görə də mən istəyərdim ki, Türkiyə hökuməti çox qüdrətli dövrün yaşayır. Hərbi sahədə, sonra nə bilim bütün sahələrdə. O cümlədən də istəyərdim ki, bax bu sahədə İstanbul dünyanın bir çox memarlığının həm İslam, həm Xristian memarlığının məskəni olan İstanbul şəhərini bax beləcə qorunsun. Yəni sığortalansın. Zeytin bağı, Fatih, bir də Avcılar kimi bölgələr var orada. Əsas risk daşıyan bölgələrdir. Orada niyə bu qədər risk daşıyır? Bilirsən, zəlzələ belədir də. Zəlzələ əvvəla Afrika və bizim Ərəbistan zadı. Elə bilgilən ki, biri var ki, bax bu böyük bir təbəq zad gəlir üstüvə kütlə, litosfer tabasının kütləsi. Biri də var ki, tutaq ki, Putini gəlsə, o daha çox sıxır o qabağına düşən hissələri, o daha qorxuludur. Orada da həmin o gələn tavalların bir hissəsi doğrudan da oranı tutur. Ona görə də o ərazilərdə o ehtimal daha çoxalır və bu elə bilgilən ki, tutaq ki deyirəm də, maşının bir qabağında oturan daha çox zərbət düşür, daha çox dağıntı yaradır. Nəinki arxada oturanlar, oturan arxası hissəsi. Ona görə də mən elə başa düşürəm ki, bax belə bir anlarda həmin ərazilərdəki, ikinci də ki, orada gördüyünüz şey, bax, Peloponnesdə də biz onu Peloponnesdə yarımadası deyirik, Yunanistanın hafı ilə. Oranı görsən ki, İmrice çayı bundan qabaq tamamilə bürüdü zəlzələ. Bu deməkdir ki, oradakı boşluqlar var. Bəzən də deyirlər ki, yeraltı boşluqlardan bəzən görürsən ki, qəfilki sirkələnmələr olur, qəfil. O, şok zadı yoxdur heç nə. Qəfil sirkələnmə olanda o boşluğa düşür. Elə bilginən ki, bax, üzr istəyirəm, daha başqa yolum yoxdur. Elə bilginən ki, belə bir şey gəlir tava. Gəlib burada boşluğa düşən kimi birdən-birə bir neçə kilometr, bir neçə 100 metr gedir və o şoklardan olmur orada. Qəfil zəlzələ olur və onun da tendensiyası da az olur. Bax, belə bir vəziyyətdir. Yerin altını təsəvvür eləmək çətindir biraz, indi ixtisassız deyil sizin. Amma biz onu başa düşürük ki, bu necə olur? Ən vacibi ondan ibarətdir ki, o zona, yenə deyirəm, çox böyük dağıntılar görüb, çox böyük sivilizasiyalar orada itbat olub. Aralıq dənizi sahəsindən söhbət edir, İspaniyadan, Qəzəbəlli tarixdən ta İsrail, Fələstinə qədər. Orada həm cənubu, həm şimal hissəsi də yenə də elə. İndi bunun təkrar olunmaq şansı daha çoxdur. Nəinki ondan yaxa qurtarmaq şansı var ona görə. Əməm, Kahramanmaraşda zəlzələ baş verəndən sonra Azərbaycanda da zəlzələlər oldu. İndi bu zəlzələdən sonra da, yəni Azərbaycanda, yəni biz eyni fay nöqtəsində birləşirik ki, belə zəlzələlər baş verir. Bütün parametrlərlə biz oranın bir hissəsiyik. Bütün parametrlərlə. Alp-Himalay qırışıqlığıdır. O qırışıqlığın bir hissəsi bizik. Müsəlman ölkələr ta İndoneziyaya qədər biz cərgədəyik. Dünyanın 3 dənə ən məşhur seismik zonasının biri bax bizim payımızdadır. Sakit Okeanın qərbi şərqi, bir də Alp-Himalay qırışıqlığı. Aydın oldu. Burada da yenə zəlzələlər olmaz. Amma mən belə başa düşürəm ki, biz oxuyanda da, müəllimlər də, sonradan da biz dəstəyəndə də 3 ballıq, 4 ballıq zəlzələləri çox demirdik. Sirkələnmə olurdu, sirkələnmə ayrıdır. Amma indi bunu deyib cəmaatı vahmədə saxlamaq da qətiyyən düzgün deyil. O hər yerdə var. İndi o yerindən asılı olur. Platformalardan çıxmaq şərti ilə. Bax, bu ərazilərdə, Azərbaycan ərazisində, bəli, sonra Qəhrəmanmaraşdakı zəlzələni mən təəssüflə qeyd edirəm. Çünki oradakı olan zəlzələ o boyda insan, o boyda dağıntıya səbəb olmamalıydı. Türkiyə magikan idi bizim gözümüzdə, tikinti magikanı. 5-6 əsr bu ölkə dünyanın, belə deyək də, ən böyük qitəsini ağalıq eləyib, hökmranlıq eləyib, dövlət quruluşu onları idarə eləyib. İndi buradakı təəssüf doğuran nə oldu ki, bizdə deyirlər, Türk evləri möhkəmən belə təəssüf ki, bu alınmadı. Və oradakı insanların mən çox istəməzdim ki, o qədər insan. Əgər biz normal texnologiya əməl eləsəydik, söhbət Türkiyədən gedir. Mən sizə inandırıram ki, orada 10%
hala belki de itki olardı. O kütləvi itkinin 10% də heç olmazdı. Bu Yaponiyanın təcrübəsi var. İsrail gün Taylandda olarkən, o da böyük bir bəli seismik zonadadır. Binanın biri bütöv durur, hündür bina. Yalnız su dağılır üstündən, amma bu biri oxam oldu, o məhv oldu bina. Bax, bunlar hamısı tikintidə olan məsuliyyətsiz, müasir texnologiya laqeysizlik, insana, vətəninə, nə bilim mən, dövlətinə qarşı tam laqeysizlikdir və olmaz. Dövlətin ən böyük funksiyası vətəndaşının qayğısına qalıb ona həyat tərzini qorumaqdır. Bunu qoruya bilmirsənsə, sən səhv eləyirsən. Yanılırsan, ay göylət başlasın. Əvvəl mən az öncə dediniz ki, eyni fay nöqtəsində yerləşirik. Sizdən ikinci dəfədə növbət, bundan əvvəl də müsahibə götürmüşdük, ötən il idi, səhv eləmirəmsə. O zaman da bəzi bildirdiniz ki, Azərbaycanda, xüsusilə Bakının bir çox rayonlarında zəlzələ olarsa binaların əksəriyyəti zərər görəcək, hətta çökə bilər. O zamandan bəri nələrsə dəyişibmi? Azərbaycanda vəziyyət necədir? Yenə də təhlükə hansı regionlardadır? Bakının hansı rayonlarındadır? Məsələ bundadır ki, Bakı şəhərindəki tikilən bu qalıq, bizim arxitektura sənətlərimiz var ki, orta əsrlərdən qalma, onların qalması şahid kimi sübut edir ki, burada güclü zəlzələlər olmayıb. Bakıda çox əhali yaşamayıb, Bakı insan məskəni kimi biraz zəif yerdir. Ancaq ona baxmayaraq, yenə deyirəm ki, tikintilər olub, mayak kimi, tutaq ki, Qız Qalası kimi biz 11-ci, 12-ci əsrdən bir də yaşayır. Bir də sakitdir, yəni bir də hər halda o da simetridir ki, və s. başqa yerlərdə də var. Burada indi məsələ bundadır ki, indi tikilən binalarda problem nədir? Hər bir bina zəlzələ, seismik zonada yerləşən hər bir bina özünün hündürlüyü qədər, ondan da bir 10-15% artıq yerə buraxılmalıdır ki, o aşanda o biri binaları damla effekti yaradıb uçurtmasın. Aydın oldu? Bizdə təəssüf ki, belə deyil. Bir də görürsən ki, bu binanın keçib o binanın balkonuna dəyir, bu tərəfdən bu birinə dəyir, o tərəfdən o birinə dəyir. Bəzən yola çıxıb, bəzən heç yoldan. Bax, bu problemlər var. Heç kəs garantiya vermir ki, o binaların zəlzələ olacaq və o binaları dağıdacaq. Heç kəs buna garantiya verə bilməz. Və bizim elə bir cihazımız da yoxdur ki, adi vətəndaşın, nə bilim mən, başqa o binaların seismolojik, belə deyək də, strukturunu öyrənsin ki, bu nəqsə magnitudalı zəlzələyə dözəcək. Allah eləməsin, o cür səhv buraxırsa, kütləvi şəkildə əhali ola bilər ki, ziyan çəksin. Amma mən elə başa düşürəm ki, əgər təzədən bizdə deyəsən 1600 dedilər, yoxsa 16.000 dedilər, təzədən binalar, köhnə binalar çöküb tikəcəklər. Bax ki, şəhər hakimiyyəti belədir. Mən istəyərdim ki, bax, o səhvləri biz eləməyək. Nəfis yaxşı şeydir. 5-6 milyon, biz burada Bakıda 1,5 milyon maksimum əhali yaşamağa nəzərdə tutulub, bütün vəziyyəti. Çünki su ehtiyatı yoxdur, çörəyi, hər şey kənardan gəlir. Mən istəyərdim ki, həmin bax, bu əhali yavaş-yavaş rayonlara tərəf geçsin, orada kənd sərfatımızı inkişaf elədirsin. Həm də ki, bizim Bakıda binaların tikintisi də ara məsafələrə, yol məsafələrinə, sonra digər, hətta hündürlüyü də çox hündür tikmək qətiyyən düzgündür. 10-12 maksimum, o da elə olsa. Bax, bunlara nəzarət edək. Biz bilək ki, hər hansı bir. Mən təəssüf doğuran bir söhbəti şahid oldum. Dedilər ki, həmin binanı tikənin biri deyir ki, mən heç vaxt ailəmə oradan ev almaram. Deməli, bu çox uğursuz bir söhbətdir. Biz çalışmalıyıq ki, elə o tikənlərin özləri birinci oradan ev alsın, nümunə göstərsin. Aydın oldu. Bakı cəmaatı, yenə deyirəm, qorxu hissəsində yaşamağa haqqı yoxdur, şükür Allaha. Hələlik bu məsələlər biraz, amma o məsuliyyətdən hökumətimizi qətiyyən ortalamaq olmaz. Ciddi məsuliyyətlə bu məsələyə yanaşmaq lazımdır. Artıq dörd bir tərəfdə hadisələr ciddiləşib. Aydın oldu? Ənvər müəllim, ötən il elə yerli Azərbaycanın seismoloqları dil birliyi ilə bildirirdilər ki, 2024-cü il zəlzələ ili olacaq. Həqiqətən də biz gördük ki, bir neçə həm Xəzərdə, həm Xəzər dənizində, həm də Bakıda hiss olunan zəlzələlər baş verdi. Bəs 2025-ci ili necə dəyərləndirmək olar? İlin sonuna kimi bizi nələr gözləyir?
Valla mən o sualı ən çox qorxduğum sual odur ki, zəlzələ nə vaxt olacaq, bizi nə gözləyir, necə olacaq. Mən onu buraxardım ki, belə deyək də, ənənəyə qalsa biz belə çox da qorxmamalıyıq. Amma qorxu bizi sövq eləməli deyil ki, biz məsuliyyətsizliyə doğru sövq eləməli deyil. Çünki bizim zonada zəlzələ istənilən vaxtı elə bax bu dəqiqədə ola bilər. İstənilən anda, istənilən balda ola bilər. Amma indi Bakı 7-8 ballıqadır da, bilirsən. Şamaxı, Şəkiyə qədər ayrı ballıqdır. Xəzər dənizinin özündə dəfələrlə dənizin altında silkələnmələr olur. Ondan sonra onlar hətta heyvanat aləmində qırırlar. Çünki o çatlardan silkələnmə zədində kükürt qazları çıxır. Bilirsən də vulkanik püskürmələrdə kükürt qazları, azot qazları, karbon qazları çıxır. Və onlar da kütləvi şəkildə heyvanlar, məməllər, xüsusən çöltülər zadı çox qırmışdı 2 il bundan qabaq. Bax, bunları mən şahidim və mən elə başa düşürəm ki, bizim birinci növbədə vəzifəmiz olmalıdır ki, biz Bakı şəhərində ən azı 8 ballıq binalar tikməliyik, 9 ballıq. Mən yadıma düşür, bizim bina aspirant vaxtı aldıq, sənədlər məndədir indi də, orada binalar 8-9 ballığa nəzərdə tutulub. Leningrad tipli bina deyirlər, onlara. İndi biz belə deyək də, bu bir daha bizə, hazırki hadisələr bir daha bizə belə deyək də, fakt verir ki, diqqətli olaq. Bütün dünyanın seismoloji tikinti strukturundan, irəliləyişindən, nailiyyətlərindən tam istifadə eləyək. Ən azı özümüzü, ailəmizi, uşaqlarımızı hamısını bu zaddan, qorxudan sığortalayaq. Mənə təəssüf doğuran ikinci bir hadisə isə Bakıda həddindən çox nəqliyyatın çıxış-giriş yollarının bərbad vəziyyətdə olmağıdır ki, adicə bir yüngülvari zəlzələ olsa, bu yaxşı ki, bunun vaxtı da az oldu. Bizim Bakını tərk eləmək imkanımızla faciə ilə törənəcək. Məsələn, açıq deyil. 5 milyon, hətta bizim bu sahədə işləyən alimlərimiz deyir ki, 6 milyona çatıb. Kəlmələrlə bir yerdə, qeydiyyətsizdən, lap tutaq ki, 5 milyon. Bakı bu Bakı akvatoriyası, Bakının kənarları, küçələri bunu çıxartmağa çatışacaq, hazırdır. Adi halda heç biz onu eləyə bilmirik. Ona görə də biz çalışmalıyıq ki, bütün bunları nəzərə alsınlar, nəzərə alaq və çalışmalıyıq ki, bütün müasir, belə deyək, tikinti texnologiyasının nailiyyətlərini ölkəmizə gətirək. Əgər biz bunu eləyə bilsək, bizim vətəndaşlarımız rahatca öz istirahətində, ondan sonra həyat tərzində nizamlayacaqlar.